Esselamu Aleyküm və Rəhmətullah, əziz tələbə və şagirdlər. Bugün yenidən sizlərlə Facts and Figures kitabından 5-ci mətni oxuyub tərcümə edəcəyik. Bugünkü mətnimiz 5-ci tekstdəyik, yəni mətndəyik. The Dolphin, delfin haqqında olacaq. Gəlin sizinlə birlikdə oxuyub tərcümə edək. Və həmçinin bunu da qeyd edim ki, mətni oxuyub bitirdikdən sonra burada bilmədiyiniz, yəni çətin sözləri sizlərə deyəcəm. Dəftərinizə qeyd edib öyrənməyi unutmayın. Bismillah, gəlin başlayaq. The dolphin, delfin. Can dolphins talk? Deyir, delfinlər söhbət etməyi bacarır. Maybe they can't talk with words, but they talk with sounds. İstəyirsiniz indidən qeyd edin. Sound səs deməkdir. Maybe ola bilər ki, onlar sözləri ilə söhbət etməyi bacarmırlar, ancaq onlar səsləri ilə söhbət edirlər. They show their feelings with sounds. Feelings hisslər deməkdir. Yəni onlar hisslərini, öz hisslərini səsləri ilə belə deyək, ifadə edirlər. Show göstərmək deməkdir, show. Sadəcə burada öz hisslərini göstərirlər, yox, öz hisslərini ifadə edirlər. Dolphins travel in a group. Delfinlər qrup şəklində, in a group, yəni qrup şəklində səyahət edirlər. We call a group of fish a school. Biz bir qrup balığı nə adlandırırıq? A school, məktəb adlandırırıq. They don't study, but they travel together. Onlar oxumurlar, yəni təhsil almırlar, oxumurlar, ancaq together, birlikdə nə edirlər? Səyahət edirlər. Dolphins are mammals, not fish, but they swim together in a school. Delfinlər, yəni məməli heyvanlardır, balıq deyirlər, ancaq onlar məktəbdə in a school, məktəbdə together, birlikdə üzürlər. Dolphins talk to the other dolphins in the school. Delfinlər məktəbdə digər delfinlər ilə söhbət edirlər. They give information. Give, inşallah kanalımıza keçid edib oradan sizlərə təqdim etdiyim feillərə göz yetirə bilərsiniz. Give, to give, vermək deməkdir. Yəni, they give information, onlar məlumat verirlər. They tell when they are happy or sad or afraid. Happy, xoşbəxt, sad, qəmgin, afraid, qorxmaq. Yəni, onlar happy, xoşbəxt olanda, qəmgin və yaxud da qorxanda onlar bir-birlərinə tell deyirlər. They say welcome when a dolphin comes back to the school. Onlar, yəni bir dolfin, belə deyək, delfin məktəbə comes back geri gələndə onlar bir-birlərinə welcome, xoş gəldin deyirlər. Sonra burada qalmışdıq. They talk when they play. Onlar when, yəni when they play, oynayanda söhbət edirlər. They make a few sounds above water. Onlar suyun üzərində, above, suyun üzərində çoxlu səs edirlər. They make many more sounds underwater. Onlar suyun altında daha da çox səs edirlər. People cannot hear these sounds because the sounds are very, very high. İnsanlar bu səsləri cannot hear. Hear nə deməkdir? Feildir. Bəli, yəni eşidə bilmirlər. Çünki səslər çox high, ucadır, yüksəkdir. Scientists, alimlər, scientists make tapes of the sounds and study them. Alimlər səsləri belə deyək, tapes, lentə alırlar, yəni səs yazılarını yazırlar və onların üzərində təhsil alırlar, işləyirlər. Sometimes people catch dolphins for a large aquarium. Aquarium, what's the meaning of aquarium? Aquarium nə deməkdir? An aquarium is a zoo for fish. Yəni bəzən insanlar böyük akvarium üçün delfinlər catch tuturlar, yaxalayırlar. Yəni akvarium balıqlar üçün zooparkdır. People can watch the dolphins in a show. İnsanlar şouda delfinləri izləyə bilirlər. Dolphins don't like to be away from their school in an aquarium. Delfinlər in an aquarium, akvariumda öz məktəblərindən uzaqda qalmağı xoşlamırlar. They are sad and lonely. Onlar qəmgin və lonely nə deməkdir? Yalnız tənhadırlar. There are many stories about dolphins. Delfinlər haqqında about
About bir mənası təxminən deməkdir, bir mənası isə haqqında deməkdir. Delfinlər haqqında çoxlu hekayələr var. They help people. Onlar insanlara yardım edirlər, kömək edirlər. Sometimes they save somebody's life. Bəzən onlar kiminsə həyatını xilas edirlər. Dolphin meat is good, but people don't like to kill them. Delfin əti yaxşıdır, ancaq insanlar onları öldürmək istəmirlər. They say that dolphins bring good luck. Onlar deyirlər ki, delfinlər yaxşı uğur, yəni şans, luck. Uğur şans deməkdir. Onlar deyirlər ki, delfinlər yaxşı uğur şans gətirir. Many people believe this. Believe nə deməkdir? Feildir. İnanmaq. Çoxlu insanlar buna inanır. Belə əziz tələbələr, travel, səyahət etməyi, feilləri həmçinin bu mətndə sizlərlə feillər də öyrəndik. Travel, səyahət etmək, talk, danışmaq, söhbət etmək, tell, demək, söyləmək, say, yəni demək, söyləmək, sonra play, oynamaq. Görürsünüz, burada nə qədər feillər var. Make, düzəltmək, bir mənası vadar etmək deməkdir. Hear, eşitmək, sonra catch, tutmaq, yaxalamaq, watch, izləmək deməkdir. Sonra save, xilas etmək, bring, gətirmək, believe, inanmaq.